Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah əziz dostlar, hər vaxtınız xeyir olsun. Səhabə və tabiinlərin bəzi Quran ayələrini təvil etməyini oxuyurduq ki, onlara görə bəzi Quran ayələrinin zahirini götürmək olmaz, gərək təvil edəsən, yozasan, həqiqi mənası onun zahiri mənası deyil. Və ötən verilişimizdə Yevmə yukşəfu an saq Qələm surəsinin 42-ci ayəsini araşdırdıq. Bugünkü verilişimizdə də bir neçə ayəni araşdıracaq. O ayələrdən biri də nisyan məsələsidir ki, Quran-ı Kərimdə Ərəf surəsinin 41-ci ayəsində Allah təbarək və teala'ya nisbət verilib. Orada buyurur ki, فَالْيَوْمَ نَنْسَاهُمْ Bugün biz onları unudacaq. Necə ki, كَمَا نَسُوا لِقَاءَ يَوْمِهِمْ Yəni necə ki, onlar qiyamət gününü unutdular. İndi Allahın unutmağını əlbəttə bəzilər deyirlər, burada unutmağı yəni tərk etmək mənasındadır. Bizim başa düşdüyümüz ümumiyyətlə nisyanın iki dənə mənası var. Bir mənası unutmaq, bir mənası da tərk etmək. Amma bunu başqa cür təvil edənlər də olub. Baxın, mən burada Təbəridən gətirirəm İbn Əbi Hatəmdən və həmçinin Vahididən və digərləri İbn Abbasdan nəql edirlər ki, فَالْيَوْمَ نَنْسَاهُمْ bu ayə, yəni kafirlərin Allahın rəhmətindən məhrum olması deməkdir. Yəni فَالْيَوْمَ نَنْسَاهُمْ yəni Allah təbarək və teala buyurur ki, bu günləri biz öz rəhmətimizdən onları məyus edəcəyik. Bu təvildir də, təvildir. Və İbn Abbasdan və digər yerdə də nəql edir ki, nətrukuhu minər-rəhmən, rəhmətdən onları uzaqlaşdıracaq, tərk edəcək. Və həmçinin Təbəri digər Əli ibn Təlhədən nəql edir, o da İbn Abbasdan və Həccacın tərqi ilə də nəql olunur ki, fələmmə nəsu mə zukkiru bih və bu digər ayədir. Ənam surəsinin 44-cü ayəsidir. Deyir, onlar elə ki, unutdular, onlara xatırlananı, yəni nəsu mazukrubu, yəni etinasız yanaşdılar. Baxın, bu ayəni də etinasız yanaşmaq, əhəmiyyət verməmək Allahın əmrinə və qadağasına. Bu təvildir. Təvil etmək budur. Deməli, təvilin bir xüsusi meyarı olmalıdır. Təvili özləri də əlbəttə qəbul edirlər bunlar. Deyirlər ki, təvil oradadır ki, məsələn, digər ayə açıq aydın bir sözü deyir, başqa bir ayə başqa bir söz deyir ki, deməli, o ikinci ayəni təvil etmək lazımdır. Biz deyirik ki, bəli, budur, bu cürdür, möhkəm ayələrə qaytarmaq lazımdır. Həmçinin ağıl əgər bir sözü deyirsə, möhkəm ağılın sözüdürsə, fitrətə qayıdırsa, fitri ağıl özləri də qəbul edirlər. Əgər bir söz deyirsə, gərək onu qəbul edək. Allah Taala'nın cism olmasına ağıl inkar edir ki, Allah cism ola bilməz, müzərrət varlıqdır. Deməli, cism olsa ehtiyaclı olacaq. Yəni, sənin bu nisbət verdiyin sifətlər Allahı ehtiyaclı edir. Allahı məxluqa oxşadır. Bu da, onu da ağıl qəbul etmir. Deməli, bütün ayələr ki, zahiri Allahın ehtiyaclı olduğunu göstərir, gərək təvil edəsən. Digər təvillərdən biri də itiyan məsələsidir ki, onlara görə qiyamət günündə Allah təbarək və teala gələcək. Necə ki, bəzi ayələrdə də var ki, Quran-ı Kərimdə də işarə olunub, yəni Allah təala gələcək. Amma bu ayəni gəlib təvil edirlər ki, deyir ki, həl yanzuruna illə ən yətiyahumullahu fi zulalin minəl qamam. Bu harda gəlib bu ayə? Bəqərə surəsinin 210-cu ayəsində. Bu belə, yəni bunlar elə düşünürdülər ki, bəzi yəhudilər, yəni yəhudilərə aiddir də, qiyamətdə əlbəttə qiyamətdən qabaq deyilə bu dünyada, Allah təbarək və teala buludlara minib, buludlara minib onların yanına gəlsin. Bunu mu istəyirlər deyir, bunu mu gözləyirlər? Bunu da təvil ediblər İbn Abbas və filan deyiblər ki, burada yəni Allahın vəd və vəididir mənasını. Bu da təvildir. Və bunlar hamısı kimdilər? Bu təvil edənlər səhabə və tabiindirlər, təvil ediblər. Digər təvillərdən biri də tuğyan təvilidir ki, Quran-ı Kərimdə vurur ki, yəmudduhum fi tuğyanihim, yəni onları tuğyanlarında biz tərk edəcəyik, tuğyanlarında saxlayacaq ki, yəğməhun, bir halda ki, onlar heyrandılar. Burada da Bəqərə surəsindədir, bu da 15-ci ayəsində, orada da məna edirlər, tuğyanda eləmək, yəni zəlalət. Tuğyandan məqsəd burada, yəni zəlalət, azğınlıq mənasını verir. Bu da onların təvillərindən biridir ki, Təbəri elə bunu öz kitabında nəql edib. Ya məsələn, zalikəni təvil ediblər. Məsələn, Quran-ı Kərimdə ayə var, zalikəl kitab. Deyiblər ki, zalikədən məqsəd, yəni hədəl kitab. Ya məsələn, nur və zülməti
təvil ediblər. Deyiblər, nur iman mənasındadır, zülmət isə azğınlıq mənasında. Məsələn, Bəqərə surəsinin 17-ci ayəsində ki var, Zəhəbəllahu bi nurihim və tərəkəhum fi zulumatin la yubsirun. Allah təbarək və təala onların nurunu aparır. Nurunu, yəni imanını. Və tərəkəhum fi zulumatin, yəni azğınlıqda onları buraxır, tərk edir. Baxın, özünüz də görürsünüz, açıq aydın şəkildə Təbəri bunu gətirib və nəql edir müxtəlif yollardan, Təriq Səid ibn Zübeyrdən, Əli ibn Əbi Təlhədən və Əbi Salih və digərlərindən nəql edir ki, bəli, burada nurdan məqsəd imandır, zülmətdən məqsəd zəli. Yəni, təvil olunur. Sizin sahabə, tabiin ki, özünüzdə qəbul edirsiniz, təvil ediblər. Yəni, bunu siz inkar edər, deməyin təvil. İndi, yenə də deyirəm, amma bəzilər deyirlər ki, bu nurun bir mənası imandır. Hardan nur iman mənasında deyilir? Yəni, leksik mənası bu. Bəziləri bu cür, deyək ki, yozmağa çalışırlar və istəyirlər ki, sahabələrin və tabeinlərin gördükləri bu işləri neynəsinlər? Başqa yerə yolsunlar ki, xeyr, bir mənası budur, bu təvil deyil, bu təvildir. İnkar etsəniz də, etməsəniz də. İnşallah növbəti verilişimizdə isə əhl-i sünnə alimlərinin təvillərini və hətta İbn-i Teymiyyənin və bəzi alimlərin təvillərini də birlikdə oxuyacağıq. Bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.